Dostlar, əziz ovçular, demək hər birinizi bu Amalov dünyasından salamlayıram. Demək əziz qardaşlar, Cəlilabadda yerləşən dükanımız Brend Store'dur, Lukol yanacaq doldurma məntəqəsi ilə üzbəyüzdür. Masallıda da filalımız Xanşadlıq sarayının yanındadır, Köhnə bazarda. Kim hara yaxındırsa, hara əlverişlidirsə, oraya yaxınlaşıb ətraflı məlumatlar ala bilər. Demək əziz qardaşlar, bugünkü günü orada YouTube'da mən komentarları oxuyuram, orada bir-iki suallar yazır. Görəcək qiymət sekret nedir, nə bilim, 1000 dənə sözdür, nə bilim, dövlət məlumatıdır demir, nə bilim, 1000 dənə söz deyirlər, yox. Qardaşlar, mən burada bu qədər silah var. Bunu durub bir-bir mən sizə qiymətini izah eləsəm, mən gəlib orada 5 saat video çəkəm. O da düz deyil. Ona görə mən ətraflı məlumat verib çeşidlərimizi tanıtdırmaq istəyirəm ki, yəni bizdə Rus istəyirsiniz, Rus silahları, İtalyan istəyirsiniz, İtalyan var, Türk istəyirsiniz, Türk var, bütün modellərdən var. Nəysə, məsələyə qayıdacam. Ovçular o fanar istəyirlər, lüləyə qoşmaq üçün bizdə bunlar tapılmaqdadır. Bütün növ işıq rəngləri ilə təsis edə bilərsiniz və fanarın belə başqa cür çıxmasın. Lüləyə bağlanmasını nədir? Burada da izah edirik ki, bu şəkildə lüləyə bağlanır və kraşteyniyə əlavə istəsə, kraşteynlərimiz də olur. Demək, qardaşlar, keçim əsas məsələyə. Demək, endirimdə olan silahlarımız 650-dən başlayan kampaniya bitdi. Yəni, o mağazinimizin açılış dövründə idi. Gördüyünüz bu silahlarımız hamısı endirimdə idi. Bunlar bitdi və növbəti dəfə ola bilsin ki, olsun yenə. Çünki biz yenə xəbər gözləyirik, çünki qarşıda bizim bayramlarımız var, bir çox şeylər var ki, inşallah elə bilirəm ki, həmin vaxtda bizim kampaniyalarımız olacaq, müştərilərimizi sevindirəcək. Uzun lülə soruşan qardaşlar üçün çəkirəm. Bir də Amalov dünyası bu YouTube kanalında hamınız xahiş edirəm, abunə olun. Demək, uzun lülə bax, Atarmus Neo Shadındır. Atarmus Neo Shadın lülə 81 santıdır. Qiyməti də çox münasibdir. 1550 azına, hələ bunun biz 1650, 1550 azına salmışıq. Qiymətini dedim, dövlət sirri deyil. Və gördüyünüz bu şadının qundağı, bala qundağı belə deyim, karbondur, sintetik də deyirlər, karbondur, plasmas deyirlər, plasmas adlandırın. Necə siz adlandıra bilərsiniz? 81 lülədir, uzaq məsafə vurma qabiliyyətinə malikdir və silah